Türkiye ve İsrail Bakıda danışıqlar zamanı Suriyada iki ülke arasında gərginliyin qarşısını almaq üçün razılığa gələ bilməyiblər. News 24 Respublika Azasının adına xəbər verir ki, bu barədə İsrailin Kan Dövlət Televiziya və Radio şirkəti məlumat yayıb. Bildirilib ki, İsrail və Türkiyə tərəflərinin Suriyada aralarında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması barədə razılığa gəlməyə çalışdıqları danışıqlar aprelin 12-dən 19-na dək qeyd olunacaq Yahudilərin Pasxa bayramı bitdikdən sonra davam etməlidir. Kan həmçinin iddia edib ki, Türkiyə Azərbaycana İsrail nümayəndə heyətini aparan İsrail hərbi hava qüvvələrinə məxsus təyyarənin öz hava məkanından keçməsinə icazə verməkdən imtina edib. Nəticədə təyyarə Qara dəniz üzərindən daha qəribə Türkiyə ətrafında uçmağa məcbur olub. Həmin ərəfədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Yahudi dövləti və Türkiyə nümayəndələrinin Azərbaycanda danışıqlar apardığını təsdiqləyib. Nazirlər Kabinetinin rəhbəri bildirib ki, görüş zamanı tərəflər regiondakı maraqlarını bəyan ediblər. Bundan sonra regional sabitliyin qorunması üçün dialoqun davam etdirilməsi razılaşdırılıb.